Ramiz Mehdiyevin Xızıdakı villasını çəkib efirə verdikdən sonra redaksiyamıza çoxlu sayda zənglər oldu. İzləyicilərimizin bir çoxu Mehdiyevin Şabranın Kilvar kəndində də möhtəşəm bir bağ evinin olduğunu və onu da çəkib göstərməyimizi xahiş etdilər. Bizə də maraqlı gəldiyindən üz tutduq üzü Şabrana. Bax beləcə, nağıllarda deyildiyi kimi çoxlu dağlar aşaraq, çox ellər dolaşaraq gəlib çıxdıq Kilvar kəndinə. Burada Mehdiyevin bağı kəndin ən yüksək zirvəsində yerləşir. Görünən odur ki, villaya gedən dar, bir maşınlıq yol məxsusən Mehdiyevin bağı üçün tikilib. O da hiss olunur ki, son bir neçə ildə yenilənmədiyindən asfalt örtüyü buranın yağışlı, qarlı iqlimi üzbatından keyfiyyətini itirib. Beləliklə soruşa-soruşa gəlib çıxdıq ünvana. Bura hündür, ağalay daşlarla örtülü, hasara alınmış böyük bir ərazidir. Qapını döyürük. Açan olmur. Kənardan çəkiliş edib qayıtmaq istəyirdik ki, elə bu an qapı açılır. Düzü bu gözlənilməzlikdən özümüzü itiririk. Amma qarolçunun salamlaşan kimi yəqin evə baxmağa gəlibsiz deməsi bizi vəziyyətdən çıxarır. Hə, maklerəm, klient gətirmişəm, ağsaqqal dedi ki, gətirib göstərim. Və qarolçu qardaş da bizə xoş gəlibsiz deyib içəri dəvət edir. Elə bu haldan da aydın olur ki, bağ evi artıq satışa qoyulub və artıq bu məkana müştərilər gəlib gedirlər. Bağ evi 7 hektar ərazini əhatə edir. Burada 3 iri tikili ev, o cümlədən də sürücülər və xidmətçilər üçün ayrıca otaqlar, mətbəx və qarajlardan ibarət bir hissə də var. Evlərdən biri tam təmirlidir. Bizə oranı göstərmədilər. Dedilər ki, buranın açarı yalnız Mehdiyevin kürəkəni İlhamda olur. Üçü isə yarımçıqdır. İstirahət və sauna məkanı kimi nəzərdə tutulan bir evdə tamamlanma işləri başa çatmayıb. Qarolçunun dediyinə görə təxminən 4-5 il olar ki, burada ustalar işləmir. Elə ağsaqqal da əvvəllər buraya arada bir gəlib gedirdisə, indi kürəkəni İlham Əliyev hərdən bir dost tanışı ilə gəlir. Təmir başa çatmadığından, həmçinin satışa qoyulduğuna görə otaqlarda bahalı əşya və ya mebel qoyulmayıb. Həm də deyildi ki, onsuz da burada yalnız iş olanda ustalar yaşayır. Məsələ isə diqqətimizi çəkir. Antikvar bir əl işini oxşayırdı. Həyatda bir məqamda diqqətimizi çəkir. Burada da eynən Xızıdakı villada olduğu kimi böyük bir meydansa var. Ətrafında hansısa qazon və ya ağac bəzək kolları əkilməyib. Bu da eynən helikopter meydansası üçün nəzərdə tutulduğuna əyani sübutdur. Sonda qiyməti soruşuruq. Qarolçu, bu İlham müəllimdən soruşum. Deyəsən 10 milyona deyirdilər. Və bunu deyib də düyməni basıb telefonu qulağına tutur. Həmin 5 saniyə ərzində qanımız donur. Bir-birimizin üzünə baxırıq. Nəbzimiz dayanır. Ürəyimiz güp-güp güpulduyur. Yalnız telefonu açmır sözlərini eşidəndən sonra özümüzə gəlirik. Qarolçu qardaşla sağollaşıb maşına əyləşirik. Bu zaman ona zəng gəlir. Biz yalnız salam müəllim, salam sözlərini eşidə bilirik. Asta qaçan nədir? Asta uçan namərddir deyib çoxdan gözdən itmişdik.